Her birinize salam dostlar. Bugünleri çok bomba bir video ile karşınızdayım. Deməli bundan sonraki videolarım inanılmaz olacak. İnşallah ben de buna inanıram. Ve bunun için nelerden istifadə edeceğim bunları size göstereceğim. Deməli iki tane belə bir aparat almışam. Deməli bunları mənə yoldaşım hədiyyə elədi. Çox sağ olsun. Buradan da ona təşəkkürlərimi təzədən bildirmək istəyirəm. Və bunlar mənim nə işimə yarayacaq, necə istifadə olunacaq və nədirlər? Bu gördüyünüz kimi bir mikrofondur və bu sırf videolar üçün, profesional videolarınızı çəkə bilməyiniz üçün çox rahatlıqla istifadə edəcəyiniz bir şeydir. Bu isə inanılmaz gözəl bir şeydir və bu sizi hara getsəniz, hara qoysanız da sizi takip edir uşaqlar. Necə takip edir? Yəni yerindən durub gəzmir də təbii ki. Siz hara hərəkət edirsiniz, ora hərəkət edir sizinlə bərabər. Deməli bunun içində nələr var və necə istifadə olunur sizə göstərmək istəyirəm. Birdən siz də gələcəkdə videolar çəkmək istəsəniz daha yaxşı qiymətlərini də deyəcəm sizə təbii ki. İlk öncə açaq bunu. Düz mən görməmişliyib açmışam. Sadəcə olaraq içindən nələr çıxdı, necə istifadə olunacaqlar onları demək istəyirəm. İlk öncə bizi belə bir kitabça qarşılayır. Onu çırdıq ki. Bu kitabçanın içində bütün strukturları hamısı, nəyi hara qoşmaq lazımdır, necə qoşulur, nə olur, nə olmur, hamısı bir-bir sizə göstərilir. Burada da var. Ondan sonra içində belə bir QR kodu var. Bu QR kod vasitəsilə appini yükləməlisiniz. Həmin app vasitəsilə sizin Bluetooth-unuza qoşulacaq və oradan bütün funksiyalarınızı istifadə edə bilərsiniz. Keçdik aparatın özünə uşaqlar. Aparatın özündə nələr var? Hal-hazırda düz videonu ondan çəkmirəm, amma birazdan ondan da çəkib sizə göstərəcəm. Deməli belə bir aparat bizi qarşılayır. Bu buradan belə qalxır. Artıq işləməyə başladı, yəni açıldı. Burada bir Bluetooth işarəsi göstərir, bir də şarjının nə qədər olduğunu göstərir. Və içində də belə bir şey var, telefonunuzu qoşa bilməyiniz üçün. Bu da bunun ışığı və kamerasıdır. Bu kamera vasitəsindən sizi təqib eləyir. Burada da çox da yaxşı da gücü olan bir ışığı var, deyim sizə. Və bu bura taxılır. Taxıldıqdan sonra kameranı qoşursunuz, yəni telefonunuzu bura qoyursunuz və artıq sizi takip eləməyə başlayır. Yəni o qədər belə süzülə-süzülə sizi takip eləyir ki, yəni nə qədər telefon əlinizdə belə əsə-əsə də keçsəz, mənim kimi məsələn, bir dənə də videonu ayaqüstü əllə belə çəkə bilmirəm də mən. Ona görə də əsasən buna almışam ki, gedəndə də özümü çəkə bilim və yaxud sizə haranısa çox qəşəng bir şəkildə göstərim. Daha belə rəxit kimi Allah uzaq eləsin olmasın videolarım deyə bundan istifadə edəcəm. Dostlar, bunun bəzi şeylərini sizə göstərmək yadımdan çıxdı. Onları da istədim sizə göstərim təkrardan. Deməli arxasından belə bir aşağı hissəsindən belə bir ayaqları açılır. Yəni bunu stolun üstünə də qoya bilərsiniz bu şəkildə və özünüz iş görə də video çəkə bilərsiniz və yaxud hərəkət edə bilərsiniz, göstərə bilərsiniz. O sizi tamamilə takip edəcək və bir funksiyası da var ki, bu tamamilə belə açılır və selfie çubuğuna dönüşür. Bunları artıq bağlaya bilərsiniz selfie çubuğu kimi istifadə etdiyiniz zaman. Bu şəkildə görürsünüz necə şey eləyir, gedir gəlir. O hızlı gedib gəlsə də, tez-tez gedib gəlsə də, o sizi yenə də çox yavaş bir şəkildə takip eləyir. Bunun aşağısından buradan belə də eləyə bilərsiniz, çevirə bilərsiniz. Bu şəkildə də çevrilir və yaxud da düz də istifadə edə bilərsiniz. Yəni o sizə qalıb. Bu aparat 360 dərəcədə fırlana da bilir. Yəni tamamilə arxasından qabağına doğru, qabağından arxasına doğru çevrilə bilir. Çox yavaş bir şəkildə. Neysə dostlar, bu qədər və keçək artıq istifadəsinə göstərim sizə necə olacaq. Və sizə mikrofonu da göstərmək istəyirəm. Mikrofonu da göstərim, ondan sonra keçək artıq yoxlamağa necə olacaq. Mikrofonun da içindən yenə də bizi belə bir kitabçası qarşılayır. Həmin kitabçasının içində hər şey qeyd olunub. Bu da həmin appə bağlanır. İçindən də 2 dənə USB çıxır. Belə bir 2 dənə USB-si var. Şarj eləmək üçündür. Bu bunun şarj yeridir. Buradan belə taxırsınız və onu da taxırsınız toka. Qəşəng şarj da alır. Bunu həm magneti var arxasında. Necə göstərirlər, ışıq düşür, günəş ışığı düşür. Elə həmişə göstərirlər də. Belə bir balaca bir mikrofondur. Arxasında belə bir magneti var. İstəsəniz belə magnetlə də istifadə edə bilirsiniz hər yerdə. İstəsəniz də arxasında belə bir açılıb bağlanan da hissəsi var. Belə də taxa bilirsiniz. Əlavə olaraq içində başqa nə var? Əlavə olaraq da mikrofona belə bir tüklü şeyləri də var, qəşəng görünə bilməsi üçün. Əsasən bunu qışda daha çox istifadə edə bilərsiniz. Lookunuza daha çox yaraşa bilər. O da belə çox rahat bir şəkildə başına taxılır. Belə başına taxılır və belə də istifadə edə bilirsiniz. Görüntüsü də bu şəkildə olur. Özüm ağ istifadə elədim, çünki mənim paltarlarımın çoxsu da ağdır. Qara çox da paltar giymirəm, qara xoşlamıram giymək. Nəysə, bu belə.
Bunun da özünə məxsus təbii ki kabloları var. Onun da içindən belə bir kablo çıxdı. Burada da kablo yeri var. Taxa bilirsiniz, zaretka yığır. Zaretka ilə işləyir ikisi də. İndi keçək dostlar. Ondan çəkək videonu. Baxın görün necə olacaq. Hə uşaqlar, hal-hazırda aparatı test edirik. Baxın, mən hara gedəcəm, o da məni təqib eləyəcək. Mükəmməl bir şeydir. Əgər siz də mənim kimi tək videolar çəkirsinizsə, o qədər lazımdır ki, həqiqətən o qədər lazımdır ki, mən çox bəyəndim. Və bu mikrofonun da özəlliyi ondadır ki, hara gedirsiniz gedin. Yəni səs tamamilə telefonun yanındakı kimi gəlir. Özüm bilə-bilə yavaş danışıram ki, yəni bunu da siz də test eləyə biləsiniz. Mən bəyəndim, 10 üzərindən 10 xal verdim və qiymətlərini də artıq deyim sizə. Düzdür, bunun qiymətini tam olaraq hal-hazırda bilmirəm, amma videonun altına, yanına, buralara bir yerə qoyaram qiymətlərinin ikisində. Amma bildiyim qədərilə bu aparatın qiyməti, hal-hazırda videonu çəkdiyim aparatın qiyməti 159-160 evrodur bildiyim qədərilə. Mükəmməldir, son qəpiyinə qədər dəyər məncə. Düzdür, ucuzları da var, yəni çox yerdə ucuzunu da görmüşəm, daha da ucuzunu görmüşəm. Ancaq ki, alırsınızsa bir dəfəlik sırf professional bir firmadan professional bir aparat alın, çünki siz bunu həmişə istifadə edəcəksiniz. Bəyəndisə, təqib eləməyi unutmayın, şərhlərdə fikrinizi də yazmağı unutmayın. Görüşərik.